Azərbaycan Mərkəzi Bankının məlumatına görə hazırda banklarda bir Amerika Birləşmiş Ştatları dolları 1 manat 70 qəpik, 1 avro 1 manat 97 qəpik, 1 funt sterling 2 manat 28 qəpik, 1 Çin yuanı 25 qəpik, 100 Rusiya rublu 2 manat 38 qəpik, 1 Birləşmiş Ərəb Əmirliyi dirhəmi 46 qəpik, 1 Türk lirəsi isə 3 qəpikdir. Keçək qiymətli metallara. Yenə Mərkəzi Bankın məlumatına görə qiymətli metalların dəyəri belədir. Qızılın 1 troya ünsiyası 7698 manat 23 qəpik, gümüşün 1 troya ünsiyası 130 manat 24 qəpik, platinin 1 troya ünsiyası 3334 manat 14 qəpik, palladiumun 1 troya ünsiyası isə 2344 manat 7 qəpikdir. Keçək qara qızılın qiymətinə. Belə ki, London birjasında keçirilən əməliyyatlarda Brent neftinin 1 bareli 104 Amerika Birləşmiş Ştatları dolları 13 sent təşkil edib. New York birjasında keçirilən White markalı neftin 1 barelinin qiyməti isə 97 Amerika Birləşmiş Ştatları dolları 28 sentə bərabər olub. Dünya bazarlarında Light markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 114 Amerika Birləşmiş Ştatları dolları 14 sent olub. Bu barədə sizə ətraflı məlumatları çatdırdıq. Buraxılışımızın son xəbərini diqqətinizə çatdırmaq istəyirəm. Belə ki,